40 il öncə proqnoz verilmişdi, əhali arasında yayılmağa başladı. Oturaq həyat tərzinin sağlamlığa təsiri mütəmadi olaraq müzakirə olunur. Hətta iddialara görə fiziki hərəkətsizlik təkcə artıq çəki və ürək damar problemləri ilə məhdudlaşmır, eyni zamanda xərçəngə tutulma riskini də artırır. Oturaq həyat tərzi xərçəngə yoluxmaya səbəb ola bilərmi? Ümumiyyətlə, insanlar arasında bu xəstəliyə yoluxma riski niyə artır? Global Info.az-a danışan həkim-onkoloq, tibb üzrə fəlsəfə doktoru Nəsimi Qasımov bildirib ki, xərçəng xəstəliyi dünyada və həmçinin ölkəmizdə ilbəil artmaqda davam edir. Hələ 20-ci əsrin 80-ci illərində bu sahədə böyük nüfuza malik, dünyaca məşhur Sovet alimi Blaxin qeyd edirdi ki, 20-ci əsrin sonu və 21-ci əsrin əvvəlində demək olar hər kəs öz xərçənginə qədər yaşayacaq. Bugün sözü gedən proqnozun reallığa çevrildiyini müşahidə edirik. Eyni zamanda xəstəlik cavanlaşır, yəni daha erkən yaşlarda aşkarlanır. Bu prosesdə ətraf mühitin kanserogen maddələrlə çirklənməsi, siqaretə meyillilik, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi və digər risk faktorlarının rolu danılmazdır. Ancaq əsas məsələ xəstəliyin vaxtında aşkarlanması və erkən mərhələdə müasir diaqnostika üsulları ilə müəyyən edilərək adekvat müalicənin aparılmasıdır. Məsələn, Milan Onkoloji Mərkəzinin statistikasına görə süd vəzi xərçənginin birinci mərhələsində 20 illik sağ qalma göstəricisi demək olar ki, 100%-ə yaxın nəticə verib. Bu da erkən diaqnostikanın və düzgün müalicənin həlledici əhəmiyyətini bir daha təsdiqləyir. Terapevt Aygün Sayılova qeyd edib ki, əslində xərçəng xəstəliklərinin sayı kəskin şəkildə artmayıb, sadəcə artım təsiri yaranır. Əsas səbəb Sovet dövründə diaqnostika imkanlarının çox məhdud olmasıdır. Həmin zamanlar yalnız rentgen müayinəsi, qanın, sidiyin və nəcisin ümumi analizləri mövcud olsa da, ultrasəs, kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiya kimi müasir üsullar yox idi. Bu müayinə metodları ölkəmizdə tətbiq olunmağa başladıqdan sonra xərçəng xəstəliklərinin aşkarlanma faizi artdı. Yüksək dəqiqlikli diaqnostika vasitələri sayəsində əvvəllər müəyyən edilə bilməyən şişlər indi erkən mərhələdə üzə çıxır. Yəni, artan xərçəng halları daha çox diaqnostikanın inkişafı ilə bağlıdır, xəstəliyin real yayılma səviyyəsinin yüksəlməsi ilə deyil. Tez-tez belə sual verilir ki, sağlam həyat tərzi sürən, qidalanmasına diqqət edən insan xərçəngə tutulur. Ancaq zərərli vərdişləri olan başqa bir şəxsdə bu xəstəlik müşahidə olunmur. Bunun əsas izahı genetik amillərlə bağlıdır. Xərçəng hüceyrələri genetik səviyyədə formalaşan defektli hüceyrələrdir və orqanizmdə nəzarətsiz şəkildə çoxalırlar. Bu proses insanın iradəsindən və həyat tərzindən asılı olmadan başlaya bilər. Bəzən uzun illər siqaret çəkən insan başqa xəstəlikdən vəfat edir. Ancaq qısa müddət siqaret çəkmiş biri ağciyər xərçəngi diaqnozu alır. Bu da genetik meyillərin nə qədər həlledici rol oynadığını göstərir. Məhz buna görə həkimlər hər kəsə sağlam həyat tərzi tövsiyə edir. Çünki insan özündə genetik riskin olub-olmadığını dəqiq bilmir. Ancaq genlərində xərçəng xəstəliyi olan kəslərə müəyyən yaşdan sonra müntəzəm skrininq müayinələri tövsiyə olunur.